İnsanlar bilir də nəyin nə getdiyini. Bəli, biz ona görə də aidiyyəti qurumlar bildirmək. Gəl dərhal cavab Bizim alaq. məqsədimiz budur ki, vəziyyətdən çıxış yolu tapaq, elədirmi? Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərəndən sonra sizin dediyiniz epizod ki var, gəlib, baxıb, pulunu alıb, bu məsələ, bu fakt yoxdur. Əgər varsa, xahiş edirəm onu bildirim, orada araşdırma aparın. Yaxşı. Orada ödəniş var, çünki dövlət rüsumu müəyyənləşir. Mən ödənişdən deyirəm, İri buynuzlu yoxlamadan. heyvanın ödənişi dövlət büdcəsinə 5 manat, xırda buynuzlu heyvanda 4 manat. Mən olarmı bir şey deyim? 5 manat niyə alınır? Yoxlansın deyə. Bəli, bəli. Amma gəldi, baxdı, al bu peçat, deyil. Faktiki elədir bu dəqiqə. Mən bu real olaraq çəkib gətirib göstərə də bilərəm. Mən biz çəkmişik də. İndi Buyurun Yəni Emin bəy. məsələ, Buyurun. üzr istəyirəm. Buyurun. Məsələ, bu qurum bunu yoxlayır. Nə qədər yoxlaya bilir? Gücü yetirmi? İşçi personalı yetərlidirmi? Və mən demirəm ki, niyə yetmirsiniz? Siz yaxşı deyirsiniz, sənət sübut budur. Amma real o deyil. Reallıqda, indi çox üzr istəyirəm də, bugün gündə adi bir kiçik qəsəbədə belə bir 10 dənə qəssabxana var. Və orada da gündə bəlirli bir ətlər kəsilir. Və gəlirsən ki, deyirsən ki, bunun laboratoriya cavabını ver. Yaxşı, o zaman belə deyək. Əgər mənə əti almışamsa, tabbaq xəstəliyi qaynatmamışam, aldım ki, bu xəstəlik var. Bəli. Sorumlusu kimdir? Cavab de kimdir buna? yoxlayan. Buyurun Emin bəy.